Milli Hidrometeorologiya Xidməti gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq edir. Xəbərdarlıqda deyilir: Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-sında daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarında sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15 və 16-sında qərb küləyinin əsəcəyi, küləyin sürətinin bəzi yerlərdə saniyədə 15-20 və 25-30 metrə qədər güclənəcəyi gözlənilir. Eləcə də Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağış yağacaq. 15-i və 16-sında arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzə qədər şimal-qərb küləyinin sürəti bəzi yerlərdə 15-20 və 25-30 metrə qədər güclənəcək. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-sinə qədər davam edəcək. Nazirlik qeyri-sabit hava şəraitində əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Ciddi bir təhlükə ilə üzləşdikdə isə 112 qaynar xəttə zəng edə bilərsiniz.